Salamlayıram hər birinizi, əziz izləyicilər, abituriyentlər. Tez-tez hazırlıqda və yaxud da məktəbdə nə vaxt harda qarşılaşsaq, abituriyentlər sual verir ki, müəllim, coğrafiya fənnindən hansı mövzular daha çox yer verirlər, düşər. Yadda saxlayın, ümumi şəkildə deyirəm, ikinci qrup üzrə hazırlaşan ya da üçüncü qrupa, alt qrup üzrə hazırlaşan coğrafiya fənnini oxuyan bütün abituriyentlər, əziz abituriyentlər, yadda saxlayın ki, mütləq şəkildə dünya əhalisidir, hidrosferdir, atmosfer bölməsidir, Azərbaycan geoloji quruluş faydalı qazıntısıdır, Azərbaycan iqlimidir. Bunlar mütləq şəkildə bu hissədən sual düşəcək, qarşılaşacaqsınız. Və ümumi şəkildə isə təbii ki, bütün proqramı, bölməni, mövzuları mütləq şəkildə mənimsəmək lazımdır. Yəqin ki, sualınıza cavab tapdınız. Hər biriniz məsləhətdir ki, uyğun formada hazırlaşıb çalışasınız. Nəticə özü gələcək.